Oyun 2. Hər bir hadisənin həm başlanğıcı, həm də sonu var. Başıma gələn hadisələrin isə sonu heç görünmürdü. Lazım olan vaxtda qurumlara müraciət eləmədim. Bizdən qurtuluş gözləyənləri quyuya tərəf çəkməyə başladıq. Onlar problemlərinin həllində bizdən kömək gözləyirdilər. Fələyin çarxı saat əqrəbi istiqamətində və ya əksinə fırlansa da, amma yenə də eyni yerdə dayanır. Dağdakı geoloq sizin adamınızdır? O da cadugar Ketrini soruşurdu. Yox, onun adı nə idi? Demədi. Amma tapancası var idi. Sizi yaxşı tanıyır. Bu böyük oyundu, qardaş. Sən bizim aramızda vasitəçi olmalıydın. Amma ola bilmədin. Mən vasitəçi filan deyiləm. Mənə şər atma. Başa düşmürəm. Dağda nə baş verir axı? O səni milçək kimi ayağının altında əzib öldürəcək. Yaxşısı budur, açıq danışaq. Kartları kim göndərə bilərdi? Bilmirəm. Heç bilmək də istəmirəm. Açıq danışmağa qalanda, əgər məni öldürməyə gəlmisinizsə, dərhal buradan rədd olun. Əgər getsəm, bil ki, səni öldürə bilərlər. Mən ondan qorxuram. Səndən yox. Kim öldürə bilər? Kartları göndərən. Sən başa düşməlisən ki, bu böyük oyundu, qardaş. Çünki sənin qarşındakı balaca cinayətkarlar deyil. Əgər desəm, mənə kömək eləyərsiniz? Onlara mən lazımam. Onların milyonlarla dollarlıq yarımçıq işləri var. Onların böyük işlərinin yanında sənin $1000 canın kimə lazımdır? Deyirəm, mənə kömək eləyə bilərsiniz ya yox? Bəs mən nə deyirəm? Əgər onları tapsam, qan tökməmələrini xahiş eləyəcəm. Nə sənə, nə də arvadına heç kim toxunmayacaq. Dilruhun xalası kartları sənə verib. Amma o ölüb. Niyə onu qoruya bilmədin? Birincisi, onun öldürülüb öldürülmədiyini bilmirəm. İkincisi, mən kartları ondan almamışam. Onu tanımıram. Üçüncüsü, Vikinglərin adamları ilə mən hələlik danışmamışam. Çünki sən onları gizlədirsən. İtalyan mafiyası səni öz qanadları altına alıb. Bu düzdür? O keçmişdə qalıb. Əgər biraz fikirləşsən görərsən ki, burada mafiyanın da, cinayətkar dəstələrin də dəxli yoxdur. Gizli dəvətnamələrin, qəsdən atılmış əşyaların arxasında kimin durduğunu bilirsən? Terrorçular? Bu xarici xüsusi xidmətlərin işidir. Onlara qarşı ov tüfəngi ilə çıxmaq istəyirsən? Bəsdir. Mən polisə şikayət eləyəcəm. Heç bilirsən, onda düşmən səndən nə eləyəcək? Nə eləyəcək? Sən Rusiyada kiminsə pulunu oğurlayıb, qaçıb getmisən.
Sənə qarşı cinayət işi açacaqlar. Mənə? Sən ora narkotik satmaq məqsədi ilə getmisən. Kartlara sonra keçmisən. Həm də səni narkotik satmaqda günahlandıracaqlar. Belə bir ittihamı tərtib eləmək çətin olmayacaq. Siz bütün bunları hardan bilirsiniz? Mənə sən deyə bilərsən. Bunlar səni məhv eləmək üçün açılacaq işlərdən yalnız ikisidir. Sonrasına qulaq as. Əvvəlcə məlum olacaq ki, arvadını öldürmüsən. Mən qatil deyiləm. Sən arvadının qətlini gizlətmək üçün düşmənin ikinci şərtini qəbul eləmisən. Bu hələ ən ağır maddə deyil. Səni dövlət üçün təhlükə yaradan təşkilatla əlaqə qurmaqda ittiham eləyəcəklər. Mən onlarla əlaqə qurmamışam. Sənin xaricdəki düşmənlərin onlarla əlaqə qurduğuna dair şahidlər və sübutlar tapacaqlar. Bizdə ölüm cəzası yoxdur. Amma orta hesabla 20 il həbs cəzası alacaqsan. Məni qorxudursunuz? Yox. Amma bu heç də hamısı deyil. Lənət olsun. Başqa nə var? Bizdə ölüm hökmü yoxdur. Amma həbsxanada var. Cəzanın 3-cü ilində meyidini kamerada asılmış vəziyyətdə tapacaqlar. Hər şeyi danışacağam. Bu tüfəngdə bir güllə sizindir. Biri də mənim. Mən daha belə yaşaya bilmərəm. Başa düşürsən? Dedim ki, başa düşürsən? Mən heç kimi başa düşmək istəmirəm. Ona görə də həyatım tükdən asılıdır. Ağ mələfə, bu bir işarədir. O adamın tapancası var. Əlimində tüfəngi. Kimsə öləcək. Yox. Yaxşı. Mən hər şeyi deyəcəm, Lalə. Özün nəticə çıxararsan. Mən günahkaram. Amma məsələ siz düşündüyünüz kimi deyil. Əzizim, Nə lazımdır? səni bir dəqiqəlik olar. Mane olma, gözdə görüm. Vacib işdir. Nədir? Mən paltar asmışam. Bunu demək istəyirdin? Qapını bağla. Axır vaxtlar bu ağlını itirməyə başlayıb. İndi hər şeyi eşidəcəksiniz. Burada başqa bir şey var. Düzdür, başa düşmək istəmirsiniz, amma başa düşüb düşməməyiniz məni maraqlandırmır.
Mənim nəyi anlamaq istəmədiyimi sən başa düşmürsən. Gözlə. İki qurtumda içsən, inəyə çevriləcəksən. Susuzluqdan ciyərim yanırdı. Səncə ora gedib qayıtmaq asandır? Ketrin orada yoxdur. Ha? Başa düşmədim. Onda niyə ora gedirsən? Kimsə bizi aldatmaq istəyir, dostum. Gəl çobanın evinə qayıdaq. Tələni öz gözlərimlə görməliyəm. Şamil, sən başqa yolla gedirsən, qardaş. O tərəfdən daha qısa yol var. Ketrin o yolla gedə bilməz. Qadınların gedə biləcəyi cığır ən doğru yoldur. Sən özün dedin ki, yolda onunla rastlaşa bilərik. Rusiyada səndən başqa bir nəfər də var. Onu da məndən danışmağa razı salacaqlar. İstəyirəm ki, sən daha etibarlı çıxasan, Zaur. O biri kimdir ki? David Gurgen. Ha? Çok şükür. Ahır ki kurtardı. Bağışlayın. Qapı açıq idi. Səhv eləmirəmsə, siz müdiriyyətdənsiz. Onlar girməzdən əvvəl qapını döyürlər. Kim olduğunuzu bilmirəm. Amma məni nə gözlədiyini başa düşdüm. Yaxşı, sizi nə gözləyir? Düz tapdınız. Ən azı 10 il. Mənim Avropada ifadəmi alıblar. Mən günahsızam. Bəlkə Avropa polisi hesab edir ki, siz Rodos'da şahmat turnirinə gedib təsadüfən qumar oyununa düşmüsünüz. Amma Rus polisi buna inanmaz, cənab David. Orada atışma olacağı heç ağlıma da gəlməzdi. Mənə baxın, cənab fokusçu. Sizə qarşı olan ittiham aktı artıq 400 səhifəni keçib. Yaxşı bilirsiniz ki, işiniz bitib. Yalan deməyin mənası yoxdur. Axı mən Rusiya əleyhinə neynəmişəm ki? Şamillə bir neçə dəfə görüşmüsünüz. Hələ bir soruşursunuz ki, Rusiya əleyhinə neynəmişəm? Ha, deməli məsələ bundadır. Şamil silahı alnıma dayamışdı. Razılaşın. Bunu dostluq və ya əməkdaşlıq adlandırmaq olmaz. Bəs bu adam? Bu yaxınlarda məndən bu adam haqda soruşdular. Mən də dedim. Kimə və nə demisiniz? Əslində Şamil soruşmuşdu. Dedim ki, harda olduğunu bilmirəm. Sonra bir nəfər zəng elədi. Bu adamın mənlə görüşüb görüşmədiyini soruşdu. Mən də cavab verdim. Sizə etibar eləyə bilərəm? Əlbəttə. Niyə əlbəttə deyirsiniz? Axı siz İsrail kəşfiyyatı üçün işləmisiniz. Danışdığım adamlardan hansının İsrail kəşfiyyatına işlədiyini bilmək üçün fokusçu olmaq yox, ekstrasens olmalıydım. Məsələn, heç sizi də tanımıram. Onun adı Boris Brondu. İş adamıdır. Amma masada işləyir.
Svetlana'nın vəsiyyətinə görə Bronla əməkdaşlıq eləməyə məcbur oldum. Onun vəsiyyətini yerinə yetirməli idim. Çünki düşünürəm ki, onun son tapmacasını tapmasam düzgün olmazdı. Onda niyə Rusiyanı tərk eləmək istəyirsiniz? Vəsiyyətnamədə Budapeştdə konsert verməyə barədə yazılmayıb, elə deyil? Sadəcə məni öldürəcəklərindən qorxdum. Uzun illər boyu sandıqdakı xəzinə kimi yatmalı olacaqsınız. Bu çox ağırdır. Rəhbərlikdən xahiş elədim ki, mənə xeyriniz olar deyə sizi həbs eləməsinlər. Lənət olsun. Deyin görün mən daha nə etməliyəm? Laləyə ev almaq üçün pul vermisiniz. Bunun üçün Özbəkistana getmisiniz. Sonra bu adam sizlə görüşüb. Daha sonra Daşkəndə uçub. Niyə məhz Daşkəndə uçub? Onu Daşkəndə mən göndərməmişəm. O da Şamil kimi tapançanı mənim alnıma diriyib soruşurdu. Mən də ona bildiklərimi dedim və sonrasını da bilmirəm. Şamil Daşkənddədir. Bilmirəm. Budapeştdə aldığınız təyyarə biletini qaytarın. Əks halda hava limanında həbs olunacaqsınız. Zirzəmidə başqa cür soru-sual ediləcəksiniz. Mən sizə yaxşı təklif edirəm. Başa düşdüm. Sizə Şamil lazımdır. Amma sizə heç cür kömək eləyə bilmərəm. Şamil, Bron, Zaur. Bəlkə cadügər Ketrin də. Bu dördündən biri sizlə əlaqə saxlaya bilər. Birdən əlaqə saxlamasalar? Axı mən Avropada deyiləm. Rusiyadayam. Onların əlaqə qurmayacağını bilə-bilə. Bura niyə gəlim axı? Dərhal xəbər verəcəksiniz. Razılaşdığımızı soruşmuram. Çünki razılaşdıq. Bugündən mənlə işləyəcəksiniz. Yaxın vaxtlarda Avropaya uçmağın nəyi pisdir, cənab David, ha? Ha, yeri gəlmişkən, 5-ci şəxs zəng eləsə, onu da deyin. 5-ci kimdir? Lalə. Bəli, eşidirəm. Mən onunla danışdım. Nə dedi? Harda olduğunu bilmir. Necə yəni? Amma Zaur Daşkəndə uçursa, deməli Şamil Özbəkistandadır. Qulaq as, Kostya. Özbəkistan nə Avropadır, nə də Amerika. Orada Şamilin axırına çıxacaqlar. Amma mən yenə də fikirləşirəm ki, Ketrin də oradadır. Bəsdir fərziyə irəli sürdün. İşinlə məşğul ol. Səncə Şamillə Ketrin dəli olublar? Boş-boş danışma. Yoldaş rəis, Onlar cəfəngiyatdır. Konkret sübut tap, ya da ərzəni yaz, bildin? Dilruhun bacısı mənim birinci arvadım olub.
qonşu kənddə yaşayırdı və eyni məktəbdə oxuyurduq. Bir-birimizi uşaqlıqdan tanıyırdıq. Elçilərimə yox demədi. Sonra toy oldu. Əvvəlcə yaxşı yaşayırdıq. 2 övladımız dünyaya gəldi. Mən onda da çoban idim. Mən necə də axmağam. Yəqin ki, hələ görməyib. Bütün günüm təpələrdə, dağlarda, daşlarda ya da çay kənarındakı çəmənlərdə qoyun otarmaqla keçirdi. İstirahət mərkəzləri biz yaşadığımız yerdən çox uzaqda idi. Qonşu kəndlərdə koteclər yeni tikilməyə başlayırdı. Şəhərdən istirahətə gələnləri hərdən dağın başında görmək olardı. Onların çoxu aşağıda, gölün kənarında dincəlirdi. Bir gün qoyunları qonşuluqdakı otlağa apardım. Yaxınlıqdakı bir ağaca söykənib düşüncələrə daldım. Özümdən soruşdum, uşaqlarım böyüyür, ömrümün sonuna qədər elə adi çoban olacam. Daha çox pul qazanmağın yolunu düşünməyə başladım. Həmin vaxt hansısa gənc çaydan otlağa tərəf gəldi. Elə bildim dağlarda dolaşan şəhərlilərdən biridir. O, dağın zirvəsinə qalxmaq istədiyini dedi və məndən yolu soruşdu. Salam aleyküm. Əleykümə salam. Burada hardasa Koyatas zirvəsi var. Ora necə çıxım? Hə, yuxarı çıxmaq lazımdır. Sonra sol tərəfə gedib təpəni keçməlisən. Aha, Birbaşa Koyatasın üstünə çıxacaqsan. bildim. Çox sağ olun. Dəyməz, buyurun. Qəribədir. Bu niyə Koyatasa tək gedir? Nəsə şübhəli adamdır. O gündən həyatımda qaranlıq səhifə açıldı. Və mən cinayət aləminə girdim. Oğlana nə oldu? Heç nə. Şeytan məni yoldan çıxartdı. Axı necə? Həmişəki kimi. Ay qardaş, gəl çay iç. Yox, çox sağ ol. Axtardığın yeri tapdın? Hə, tapdım. Çox sağ ol. Lap yaxşı. Sağ ol. Oğlan tezliklə geri qayıtdı. Artıq əlində çanta olmaması o dəqiqə diqqətimi cəlb elədi. Soruşmaq istədim, amma nəyə görəsə soruşmadım. Özümü elə göstərdim, güya görmədim. Oğlan gedəndən sonra həmin cığırla gedib çantanı axtardım. Amma tanımadığım adamın şəhərdən gəlib bir çanta pulu burada gizlətdiyinə inanmırdım. Amma içində nə olduğunu bilmək istəyirdim. Sanki var-dövlətin qoxusunu hiss elədim.
burada da yoxdur. Hardadır axı? Yoxdur. Hanı? Nəhayət çantanı tapdım. Tez açıb baxdım. Çantada salafan torbalara bükülmüş çoxlu sayda narkotik var idi. Başa düşdüm ki, kimsə narkotiki dağlarda gizlədib ki, sonra istirahət eləyənlər gəlib götürsünlər. Bilirdim ki, narkotiklər çox bahalıdır. Mən ona qədər narkotik alveri ilə məşğul olmamışdım. Amma fikirləşdim ki, bir dəfə satsam, çox böyük məbləğdə pul qazana bilərəm. Narkotikləri torbaya qoyub evə aparmaq istədim ki, çanta sahibləri maraqlansalar, heç kim otlaqdan əlimdə çanta ilə qayıtdığımı deməsin. Onu otlaqdakı çadırıma gətirdim. Ketrin ola bilsin ki, bu evdə olub. Ətrinin qoxusundan bildin? Yox. Hər yerdə barmaq izini qoydum. Onun tapancası var. Məncə Coltdur. Hara gedə bilərdi, ha? 2 kənddən birinə gedib. Al. Sən burada qalacaqsan. Mən getdim. Hara? Çobanın evinə. Ehtiyatlı ol Zaur. Bu qadın hiylə ilə hamımızın öhdəsindən gələr. Ən yaxşısı otağa girən kimi onu vur. Bəs sonra neynədin? Rusiyaya getdim. Buralarda satmaq təhlükəli idi. Narkotiki necə keçirdin? Mən keçirmədim. Əvvəlcə alıcı tapmağa çalışdım.
kənddən artıq 2 nəfər Rusiyaya getdiyi üçün məndən heç kim şübhələnmədi. Narkotiki kimə və necə satacağımı bilmirdim. Ona görə də orada qumarbazlarla tanış oldum. Bu ikinci səhvim oldu. Birincisi çanta idi. Bu üçüncü səhvindi. Birincisi çantanı oğurlamaq idi. İkincisi narkotik. Üçüncüsü qumarbazlar. Yaxşı, qoy olsun. Üçüncü səhvim. Mən dedim ki, qumara pul əvəzinə narkotik qoyacam. Əlbəttə, xeyli ucuz qiymətə. Onlar da o dəqiqə razılaşdılar. Aralarında narkotik satanların olduğunu bilən kimi onlara qoşuldum. Narkotik isə dağda bir neçə yerdə yaxşı gizlətdim. Dedim ki, oyuna ucuz qiymətə narkotik qoyacam. Sonra yerini deyəcəm ki, özləri gedib götürsünlər. Bəs sonra nə oldu? Onlar Rusiyadan Daşkəndə öz adamlarına zəng eləyirdilər. O adam dağa çıxıb mənim gizlətdiyim yerdən narkotiki tapıb aparırdı. Mən xeyli pul qazandım. Çantalarını oğurladığın adamlar səndən şübhələnmirdilər? Şübhələnirdilər. Əgər kənddə nəsə eləsəydim, ələ keçərdim. Mənim göndərdiyim pula arvadım gizlicə Daşkənddə ev aldı. Beləcə, Dilruhun bacısı mənim cinayətlərimə ortaq oldu, Lalə. O sənin hansı yolla pulları qazandığını bilirdi? Əvvəlcə bilmirdi. Amma biləndə dəli oldu. Sonra da öldü. Onun ölümünün tarixçəsi belədir. Bu tarixçəyə inanmaq çətindir. Niyə? Əhvalatın sonu cinayətin cəzasına oxşayır. Çünki sən oradan qaçmışsan. Cinayətkarlar da izinə düşüblər. Düzdür. Pullara və narkotikə görə aramızda dava oldu. Amma mən rusların narkotiklərini oğurlamamışam. Mənə qarşı şərtləri ədalətli deyil. Səni öldürməklə hədələdilər. Dedilər ya mən, ya da yaxınlarımdan kimsə öləcək. Nəticədə isə arvadın öldü. Arvadım öz əcəli ilə öldü. Dedim ki, bu ölümü cəza hesab eləyirəm. Ona görə də artıq cəzamı almışam. Onlar arvadımın ölümünü boyunlarına almadılar. Əzizim, Deyəsən vacib bir sözü var. Bu tüfəngi sizin yanınızda qoya bilmərəm. Niyə hər dəqiqə qapını döyürsən? sənə bir şeyi deməmişəm. Nəyi deməmsən? O demişdi ki, qumarbaz qadın gəlsə, ağ mələfə asarsan. Astım. Sonra isə götürdüm. Kim demişdi? Tanımıram. Tapancalı kişi idi.
Biz nahaq yerə polisə xəbər verməmişik. Ay axmaq. Niyə mənə deməmiş belə iş görmüsən, hə? Niyə? Özümü itirmişdim. Bilmirdim neyniyim. İndi nə edəcəksən? Kimə şikayət eləyəcəksən? Bilmirəm. Sən neynəmisən Dilruh? O dedi ki, kiməsə desəm məni öldürəcək. Qorxdum. Mənə niyə xəbər vermədin ay axmaq? Hələ də gec deyil. Polisə demək lazımdır. Sonra pis ola bilər. Ay gic bəsər. Artıq gecdir. Axı niyə gecdir? Mən artıq o qadına hər şeyi danışmışam. Polis bilsə, işimiz bitdi. Sən mənim bacımı... Söhbət bacımdan getmir. Başqa bir məsələdir. O gedəndən sonra deyərəm, yaxşı? Deyəsən orada kölgələr var. Kimsə dağdan bizi izləyir. Harda? Orada, o tərəfdə. Görürsən? Mən heç kimi görmürəm. Bəlkə də çobanlar da. Cavan oğlan, Bəli, buyurun. söz soruşa bilərəm? Salam aleyküm. Aleyküm salam. Necəsiz? Sən burada yaşayırsan. Hə, oradakı kənddə. Telefonu verə bilərsən. Hə. Mənim telefonum suya düşdü. Buyurun. Siz turistə oxşamırsınız. Hə, mən orada tikilən stansiyada işləyirəm. Aa, Mühəndisəm. bildim. Cavab ver. Alo, O gəldi. həmin adamdır. Deməli mələfəni görməyib, de ki gəlməyib. Tezdə. Niyə susursan? Səndən soruşuram ki, o gəldi. Yox de. Yox, gəlmədi. Yalan demirəm. Düz deyirəm. İnanın mənə. Dediklərim yadındadır. O Lalənin bura gəldiyini bilməməlidir, bir sözdə. Tez ol. Bu sizin nömrədir. Gələndə zəng eləyərəm. Mənim nömrəm deyil. Çox sağ ol. Dəyməz. O Laləni axtarmır. Onun axtardığı qadın hələ bura gəlməyib. Başa düşdün? Serial Space televiziyasının sifarişi ilə dubləş olunub. Yalan demirəm. İnanın mənə. Dediklərim yadındadır. O Lalənin bura gəldiyini bilməməlidir. Axı nə olub? Hər şey yaxşıdır? Dilruhun bacısının məsələsinə görədir. Kartlar o qadının əlində idi. O məsələni kənara qoyaq. Kimsən? Mənə burada yaşayan qadın lazımdır. O əlindəki nədir? Zəhər deyil. Neynəmək istəyirsən? O getmək istəyir. Altıncısı. Lalə hardadır? Vurmayın, vurmayın. Sənin yerini deyən adamı 5 milyon dollar mükafat gözləyir. Ketrin hardadır? Oyun serialı Space TV'de.